Aronofsky'nin Mother filmini hələ də izləməmisinizsə, deyim ki, bu film sizi ya qıcıqlandıracaq, ya da heyran edəcək. Çünki bu filmə baxmaq səssizcə boğulmaq kimidir. Aronofsky bizə gözəlliklə qurulan, lakin daha sonra dağıdılan, yandırılan və yenidən qurulmağa məhkum olan bir dünyanın təsvirini göstərir. Amma bu dünya bir qadının bədəni və ruhu üzərində qurulur. Filmin mənasında dərin və çoxqatlı bir allegoriya yatır. Buradakı obrazlar konkret insanlardan yox, ideallardan, dəyərlərdən və arxetiplərdən ibarətdir. Kişi qəhrəman, yaradıcı, şair, amma eyni zamanda tanrı obrazıdır. O yaratmaq istəyir, amma ilham mənbəyinə ehtiyacı var. Qadın qəhrəman təbiət anadır. O yaradır, qoruyur, bağışlayır və susur. Hər şey onun üzərində qurulsa da, o görünməz olaraq qalır. Ev dünyanın özünü simvolizə edir. Əvvəlcə sakit və harmonik, sonra isə insan əli ilə dağıdılan, istismar olunan bir məkan. Sonra isə ilk qonaqlar gəlir, Adəm və Həvva. Onların günahı və çöküşü isə evin tarazlığını pozur. Sonrakı izdiham isə insanlıqdır. Onlar evə gəlir, dağıdır, mənimsəyir, hətta balaca uşağı qurban gətirəcək qədər dərinə gedirlər. Körpə, yəni Tanrı övladı İsa Məsih simvoludur. Sevginin nəticəsi kimi doğulur, amma insanlar tərəfindən qurban verilir. Və ən sonda alov, təmizləyici bir qəzəb və insanlığın qırılma nöqtəsi. Kişi burada yaradıcıdır, amma fədakarlıq qadından gəlir. İlhamı isə onun ağrısı, susqunluğu və qurbanları ilə alır. Qadın sadəcə bir ilham mənbəyi kimi görünür, amma əslində burada hər şeyin dayağı məhz odur. Filmin dinamikası isə artan bir təzyiq kimidir. Evə axın edən insanlar, onların hörmətsizliyi, acgözlüyü və dağıdıcılığı. Qadın onlara get deyə bilmir. O, sakitcə evini qorumağa çalışır. Lakin körpənin qurban getməsi hər şeyin qırılma nöqtəsinə çevrilir. Bu, həm təbiətin, həm qadının, həm də bəşəriyyətin vicdanı qarşısında bir üsyandır. Onu da qeyd edim ki, qadın burada nə qəhrəmandır, nə də anti-qəhrəman. O, sadəcə susaraq güclü qalan bir varlıqdır. Onun dəyəri sakitliyində, müqavimətində və tənhalığında yatır. O, filmdəki yaradıcıya tabe olmur. O, yaradıcı ilə birlikdə təqdim olunur. Filmin sonunda qadın qəhrəman hər şeyi məhv eləyir. Lakin küllərin içindən yeni bir başlanğıc doğulur. Yeni bir ana, yeni bir dövr. İndi isə diqqət, sual. Sizcə qadın burada qurban yoxsa güc simvolu olaraq təqdim olunub?